Salam, biologiya 7-ci sinif 1-ci hissədən 3-cü bölmənin 3-cü mövzusundayıq. 3-cü bölmə bitkilərdə çoxalma idi. Bu mövzuda isə çiçəkli bitkilərdə cinsiyyətli çoxalma və mayalanmadır. Açar sözlərdə tozcuq borusu, ruşeyin kisəsi, mayalanma, ziqot və ruşeyin verilmişdir. Niyə çiçəklər tozlanmalıdır? Tozlanmadan sonra dişicik ağızcığında nə baş verir? Toxum və ruşeyin nədən inkişaf edir? Çiçəkli bitkiləri yeni çiçəkli bitkiləri necə əmələ gətirir? Çiçəkli bitkilərin cinsiyyətli çoxalması. Mayalanma zamanı bitkilərdə də erkək və dişi cinsi hüceyrələrin nüvəsi birləşir. Bu birləşmə nəticəsində yaranan ziqotun nüvəsi hər iki qametin irsi məlumatını daşıyan xromosom yığımını da özündə birləşdirir. Ziqotun inkişafı nəticəsində bitkinin çoxhüceyrəli rüşeyini əmələ gəlir. Çiçəkli bitkilərin cinsiyyətli çoxalması üçün əvvəlcə tozlanma, sonra isə mayalanma baş verməlidir. Mayalanmanın baş verməsi üçün yetişmiş tozcuqlardakı erkək cinsi hüceyrənin nüvəsi yumurtacıqdakı yumurta hüceyrəsinin nüvəsinə çatmalı və onunla birləşməlidir. Belə çıxır ki, mayalanmanın başlanması yumurtacıqdakı yumurta hüceyrənin, yəni erkəyin cinsi hüceyrəsinin nüvəsinin yumurtacığın yumurta hüceyrəsinin nüvəsinə çatmağı ilə başlayır. Tozcuq və tozcuq borusunun formalaşması. Tozcuqlarda ana mikrospor hüceyrələr olur. Tozluqlarda ana mikrospor hüceyrələr olur. Bu hüceyrələrin hər biri bölünərək 4 mikrospor əmələ gətirir. Ana mikrospor hüceyrə bölündür, 4 mikrospor əmələ gətirdi. Mikrosporlar böyüyür, daxilində nüvəsi bölünür, nəticədə tozcuqlar əmələ gəlir. Forma, ölçü və hüceyrə qlafının quruluşuna görə tozcuqlar çox müxtəlifdir. Dişicik ağızcığının nahamar və yapışqan şəkərli məhlul ifraz edən səthi tozcuqların tutulmasına uyğunlaşmışdır. Tozcuq bu məhlulda cücərməyə başlayır və tozcuq borusu əmələ gətirir. Sonra fəaliyyət hissəsindəki sualda sağdakı cədvəldə qrafikdə verilib ki, tozcuq boruları əmələ gətirən tozcuqları faizlə göstərib və şəkər məhlulların konsentrasiyası göstərilib. Görürük ki, məsələn, ən az hansında olub? Şəkər məhlulların konsentrasiyası 80 və 100 olduqda artıq burada cücərmə daha az baş verib. Deməli, ideal burada şəkəri görürük ki, konsentrasiyası 30 olduqda, ideal budur ki, 30-da daha çox tozcuq cücərmişdir. Şəkər məhlulunun konsentrasiyasının tozcuq borularının böyüməsinə təsirini müəyyən etmək istəyən bioloq müxtəlif şəkər məhlulları seçir. Faizləri yüksək olanların tərkibində daha çox şəkər var. Müxtəlif şəkər məhlullarında tozcuq boruları əmələ gətirən tozcuqların təxmini sayı qrafikdə göstərilmişdir. Sizcə hansı məhlulda tozcuqlar daha çox borular əmələ gətirir? Bunu dedik. Nə üçün tozcuqlar tozcuq borularını əmələ gətirir? Tozcuqlar tozcuq borularını əmələ gətirir ki, onlar yumurtalıqdakı yumurtacığa çata bilsinlər. Çiçəyin dişicik ağızcığında şəkər məhlulunun nə kimi rolu var? Bu da dedik ki, tozcuğun cücərməsi üçündür. Böyüməkdə olan tozcuq borusu dişiciyin sütuncuğu ilə yumurtalığa doğru hərəkət edir. Tozcuğun sitoplazması və boru hüceyrəsinin nüvəsi və ya vegetativ nüvə və generativ nüvə tozcuq borusuna axır. Tozcuq borusunda bəzən isə tozcuq cücərməzdən əvvəl generativ nüvə 2 yerə bölünür və 2 sperm erkək qametləri əmələ gətirir. Bu halda öndə vegetativ nüvə, ardınca isə spermlər hərəkət edir. Ruşeyin kisəsinin formalaşması. Müxtəlif bitkilərdə dişiciyin yumurtalığında bir və ya bir neçə yumurtacıq olur. Yumurtacığın hər biri örtüklə əhatə olunmuşdur. Yumurtacıqda ana hüceyrə bölünərək 4 megaspor əmələ gətirir.
Deməli, tozluqda olana mikrospor deyilirdi. Bunda isə megaspor deyilir. Ana hüceyrə bölünür və 4 megaspor əmələ gətirir. Megasporlardan 3 məhv olur, digəri inkişaf edərək ruşeym hissəsinə başlanğıc verir. Proses ruşeym hissəsinin formalaşması ilə bitir. Ruşeym hissəsinin mərkəzində 2 nüvə dərhal və ya mayalanmadan sonra bir-biri ilə birləşir. Bu hüceyrə mərkəzi hüceyrə adlanır. Ruşeym hissəsinin mikropili adlanan tozluq girəcəyinə ən yaxın yerləşən, nisbətən iri olan hüceyrə isə yumurta hüceyræyə dişi qamətə çevrilir. Və orada ümumi nüvələrin sayını göstərməsə də, burada göstərib ki, cəmi 8 nüvə olur. Və saysaq görərik ki, 8 dənədir, cəmi 8 nüvə və onların 3-ü kənardadır. İkisi ortada mərkəzi nüvələrdir. 3-ü isə alt tərəfdə görürük ki, yumurta hüceyrə biri ortadadır. Və burada həmçinin erkəklikdən gələn mikrosporları görürük. Mikrosporların hər birində yarısında vegetatif nüvə var, yarısında generativ nüvə var. Yəni bir mikrosporda 2 nüvə var. Bir mikrospor, 2 nüvə və o ən son bu mikrosporda axı tozluğa çevrilən nüvəsi bölünür. Vegetativ nüvə və generativ nüvə olduğu bölündükdən sonra. Bunlar artıq İkisi birlikdə, vegetativ nüvə və generativ nüvə birlikdə yetkin tozluqdur. Sonra o yetkin tozluq borusuna düşür. Tozluq borusuna düşür, dişiciyin ağızlığına düşür və orada vegetativ nüvə tozluq borusunu əmələ gətirir, düzələrək tozluq borusu olur. Mayalanma. Yumurtalığa çatmış tozluq borusu orada yerləşmiş yumurtacıqlardan birinə daxil olur. Tozluq borusu yumurtacığa adətən mikropilədən daxil olur. Mikropilədə dediyi nədir? Tozluq girəcəyi adlanır. Tozluq girəcəyindən adətən daxil olur. Sonra ruşeym hissəsinin daxilində tozluq borusunun divarı partlayır. Vegetativ nüvə və spermlər kisəyə axır. Bu zaman vegetativ nüvə ruşeym hissəsinin maye hissəsinə qarışır. Spermlərdən biri yumurta hüceyrəyə, digəri isə mərkəzi hüceyrə ilə birləşir və 2 qat mayalanma baş verir. Erkək və dişi qamətlərin birləşməsi nəticəsində əmələ gəlmiş hüceyrə zigot həm də yeni orqanizmin fərdi inkişafının başlanğıc mərhələsidir. Zigot hüceyrəsi ardıcıl bölünərək gələcək toxumunun ruşeyminə çevrilir. Paylanmış mərkəzi hüceyrə isə paylanmış nədir? Mayalanmış mərkəzi hüceyrə isə endosperm toxumasına başlanğıc verir. Yumurtacığın örtük hissəsindən toxum qabığı inkişaf edir. Çiçəkdə tozlanma və 2 qat mayalanma göstərilir burada. Sonra çiçəyin solması, ləçəklər quruyub tökülür və artıq burada axı yumurtalığın daxilində mayalanma baş verdi. Yumurtalıq böyüyür, meyvəyə çevrilir. Meyvənin daxilindəki toxum yumurtacıqdan əmələ gəlir. Yəni ona görə də belə çıxır ki, nə qədər toxum varsa, o qədər yumurtacıq var imiş. Öyrəndiklərinizi tətbiq edin. Badımcan çiçəyi cinsiyyətli çoxalma nəticəsində 360 canlı toxum əmələ gətirir. Mayalanmada minimum neçə yumurta hüceyrə iştirak edir? Burada indi əgər badımcan çiçəyi cinsiyyətli çoxalma nəticəsində 360 toxum əmələ gəlibsə, deməli burada da 360 yumurtacıq olmalıymış. Dedik ki, çünki toxum qədər yumurtacıq olur. Və 360 yumurtacıqda da 360 hərəsində biri olduğu üçün 360 dənə yumurta hüceyrə olacaq. Ondan sonra mayalanmada neçə ana megaspor hüceyrə iştirak edir? Megaspor hüceyrənin sayı dedik ki, bir yumurtacıqda 4 megaspor hüceyrə əmələ gəlir.
onlardan biri iştirak edir. Yəni ona görə hərəsindən yenə birini saysaq 360 olacaq. Tozlanma üçün dişicik ağızcığına minimum neçə tozluq düşməlidir? Minimum bir tozluq düşməlidir. Bir tozluğun tərkibində çünki dedik vegetativ nüvə də var, generativ nüvə də var. Ümumi 360 toxum üçünsə olmalıdır yenə də 360 tozluq. Yuxarıdakı halda neçə erkək qamet iştirak edir? Erkək qamet dedikdə burada spermilər erkək qametdir və hər 2 dənə olduğu üçün 360-ı vursaq 2-yə eləyir 720. Mayallanmadan əvvəl dişicikdə yumurtacıqların minimum sayı nə qədər olmalıdır? Mayallanmadan əvvəl dişicikdə yumurtacıqların sayı elə toxum qədər olmalıdır, yəni 360. Minimumu soruşduğu üçün 360. Sonra isə öyrəndiklərinizi yoxlayın. Aşağıdakı prosesləri baş vermə ardıcıllığına görə sıralayın. Ən birinci təbii ki də tozlanma baş verəcək. Tozlanmadan sonra tozcuqların sərbəst buraxılması var. Bir dəqiqə, tozcuqların sərbəst buraxılması, tozcuq borusunun böyüməsi. Birinci tozlanma baş verməlidir. Yaxud da tozcuqların sərbəst buraxılması baş verməlidir. Ən birinci tozcuqların sərbəst buraxılması. Ondan sonra tozlanma baş verdi. Tozlanma baş verdikdən sonra deməli ki, tozlanmanın baş verməsi nə deməkdir? Gəlib tozcuğun dişiciyin ağızcığına düşməsi. Dişiciyin ağızcığına düşdüsə, artıq orada tozcuq borusu əmələ gələcək. Tozcuq borusu əmələ gəldi. Sonra gedib vegetativ nüvə və spermilər çatır dişiciyin nüvəsinə. Dişiciyin deyirəm də, yəni yumurtacığın nüvəsinə. Burada nə oldu? Mayalanma baş verdi. Mayalanmadan sonra zigot əmələ gəlir, sonra rüşeyimin inkişafı gedir, sonra isə toxumlar, əmələ gələn toxumlar yayılır. Nə üçün tozcuqlar tozcuq borularını əmələ gətirir? Çünki burada spermlərin hərəkətini asanlaşdırmaq üçün. Mayalanmadan sonra yumurtalıqda nə baş verir? Mayalanmadan sonra yumurtalıqda zigot əmələ gəlir və yumurtalığın daxilində böyüyür, oradan da meyvə əmələ gəlir. Sizcə küləksiz və yağışlı hava meyvə və toxumun əmələ gəlməsinə təsir edə bilərmi? Baxır indi hansı bitkilərdə, məsələn, küləklə tozlanan bitkilərdə küləksiz olması toxumun əmələ gəlməsinə təsir edir burada. Bu mövzuda burada bitir. Sağ olun.